Verilmiş ünvanlardan hansı mütləq ünvandır? Əvvəlcə biz ünvan anlayışına bir baxsaq, ünvan bizə nədir? Exceldə xanalara verilən adlardır. Və biz bu adları sütun adı ilə sətr adının birləşməsindən götürürük. Nəyə görə? Çünki xanalar bizdə nədir? Sütunla sətrin kəsişməsi bizdə nədir? Xanadır. Ona görə də biz sütunun və sətrin adından xanalara ünvan veririk. İndi biz bu ünvanları düsturlarda istifadə edirik ki, məsələn, A1 xanasına B2 üstə gəlsin C3 düsturunu verirəm. Bu nə deməkdir? A1 xanasının qiyməti B2 ilə C3-ün cəminə bərabər edirik. Eyni düsturu mən hansısa bir yerə köçürə bilərəm, yəni başqa yerə kopyalaya bilərəm. Məsələn, B2-yə kopyalayıram. Bu zaman dəyişən nədir? Bir addım A-dan B-yə gəlmişəm, yəni sağa gəlmişəm. Ona görə bu olur C, B-dən sağa gedirəm. Və bir sətr aşağı düşmüşəm deyəndə 2 də olur 3. Eynici bu birisində də olur. C-dən D-yə gəlirəm, 3-dən də 4-ə gəlirəm. İndi bu zaman nə oldu bunlar? Yeri dəyişdikcə düsturun, onun artıq ünvanı da dəyişir. Yəni həmin xananın ünvanı da dəyişir və biz buna artıq nisbi ünvan deyirik. Yəni bu tiplərə biz nisbi ünvan deyirik. Mütləq ünvan var ki, mütləq ünvan da bizdə həmin o köçürmə zamanı dəyişilməyənlərdir. Məsələn, B2 bərabərdir C3 üstə gəlsin D4. Məsələn, mən bunu köçürürəm C3-ə. Amma istəyirəm ki, qiymət dəyişməsin. Bu zaman nə edirəm? Məsələn, deyirəm C3 xanası dəyişməsin. C3 xanası qalsın. Bu zaman C-yə əvvəlinə $1 işarəsi qoyuram. Bu o deməkdir ki, sütun dəyişməyəcək. Bir də sətrin əvvəlinə $1 işarəsi atıram. Bu o deməkdir ki, sətr və sütun dəyişməsin. B-dən C-yə gələndə sütun dəyişmişəm. Və 2-dən 3-ə gələndə sətr dəyişmişəm. Amma bunlara o şamil olunmur. Çünki burada nə etdik artıq? Onları sabitlədik. C3 olduğu kimi qalır. Amma D4 artıq dəyişir. Çünki mən onda həmin o sabitləmə prosesini aparmamışam. Bu da gəlir, bu olur Y5. Artıq deməli bu nədir? Bu bizdə mütləq ünvandır. Yəni ki, dəyişilməyən bir ünvandır. Bu isə nisbi ünvandır. Deməli bizdə hər iki sətr və sütunun sabitlənmiş halı nədir bizdə? Mütləq ünvandır. Bizə də sualda mütləq ünvanı istəyir. Baxıram uyğun olan hansıdır? A variantıdır. A variantı bizdə mütləq ünvana bir misaldır. Digərləri isə bunlar qarışıq ünvan sayılır ki, mən burada məsələn nə etmişəm? Sadəcə sətri sabitləmişəm və ya sadəcə sütunu sabitləmişəm. Amma mütləq ünvan hər ikisinin sabitləndiyi haldır. Cavab burada A variantıdır.